Değerli dostlar, aziz insanlar, biz Allah'ın dinin Müslümanlarıyıq. Uydurma din anlayışında insanlar arasında belə anlayış var ki, insanlar tərəfindən yazılan kitablar, onlar tərəfindən qoyulan əsərləri biz oxumalıyıq ki, dini anlayaq deyə. Halbuki Allah Taala bizə deyir ki, Qurani Kərimdə sizə din olaraq İslamı seçdim. Hökmlər, qanun, qaydalar, qadağalar, yasaqları da Qur'anla sizə bəyan elədim. Biz endirilən dinin müsəlmanlarıyıq. İnsanlar tərəfindən uydurulan dinin müsəlmanları deyilik. Allah Taala bizi müsəlman adı olan şərəfli bir adla bizi adlandırıb. Daha Şiə, Sünni, məzhəb, təriqət bunları Allah Taala bizə deməyib eləyin deyə. Məzhəb, təriqət bir fikirdir, bir yorumdur, bir açıqlamadır, din değildir. Hiçbir məzhəb din değildir. İnsanlar tərəfindən edilən və ya insanlar tərəfindən deyilən şeylərin dalınca getsəniz, yolunuzdan çaşarsınız, yolunu itirərsiniz. Bunun üçün, yolunuzu itirməməyiniz üçün bizim həyat tərzi, bizə yol göstərən, bizi adam eləyən, insanı əxlaqlı, tərbiyəli, ədalətli şəxs eləyən Qur'an kitabı, kəlamı, insanın insanlıq instruksiyası olan Qur'anı anlayan dilində, Azərbaycan, Rus, Türk dillərində tərcümələrini oxuyun. Çox insan Qur'anın tərcüməsi oxumağınıza qarşı olacaq. Bir çox insan Qur'anın tərcüməsi oxumadan qabaq küllü miqdarda yazılan bütün keçmiş, ölmüş insanların fikirləri barədə bunları oxuyun, sonra Qur'an oxuyun deyəcəklər. Hər bir alim, həm Şafi, həm Hənəfi, həm kim olursa olsun, hamısı insandır. Hamısı günah əhlidir və hamısı səhv eləyə bilər. Hər bir kim olursa olsun. Hətta Qurani Kərimdə Allah Taala peyğəmbərlərin günahları, onların xəta və təqsirləri barəsində xəbər edir. Necə deyə bilərik ki, bu köhnə alimdir, bu o illərini elmdən keçirib, o 100% doğrudur. Bəs o səhv deyibsə, bəs o aşıbqa eləyibsə, bəs o fikrini bildirib çatdıra bilməyibsə, Qurani Kərimdə Allah Taala deyir, dədə babalarınızın dinin dalınca mı gedəcəksiniz? Peyğəmbərin dayısı olan Əbu Ləhəb, o müşrik değildi. Namaz da qılırdı, oruç da tuturdu, həc də eləyirdi, tavaf da eləyirdi, hər bir şey eləyirdi Əbu Ləhəb. Ancaq deyirdi ki, Peyğəmbərə, bizim burada olan bütlərə toxunma, biz onlar sayəndə Allaha ibadət eləyirik. Əbu Ləhəb bunu belə deyirdi. Əbu Ləhəb həm namaz, niyazı, hər şeyi yerində olan adam deyil, amma bütlər sayəndə Allaha yaxınlıq eləyirdi. Günümüzdəki namazı, niyazı yerində olan bəzi mürid və ya ölmüş və ya keçmiş və yaxud da yaşayan rabitəçiləri Allah ilə aranıza qoydunuzmu, Əbu Ləhəbdən heç bir fərqiniz olmayacaq. Çünki bunu mən demirəm, Allah Taala deyir. Heç bir insanın heç bir insanı yola verməyə, yol göstərməyə ixtiyarı yoxdur. Hər bir insanın öz ağlı var, düşüncəsi var. Hər insan genialni düşünə bilər. Çünki Allah Taala hər bir insanın düşüncəsinə, etdiyi əməlinə, etdiyi işlərinə, onun fikrinə mülayim yanaşır. Allah Taala həlimdir. Allah Taala bizim etdiyimiz pis işlərə həmən cəza verməz. Allah səbirlidir. Onun üçün bizim bu dünyada insan kimi adam olmamız üçün yeganə şərtlərdən biri Qur'anı anlayan dilində tərcümələrini oxumaq, onları araşdırmaq, hansı dildə sizi qane edirsə onu oxuyub, onu tətbiq eləmək, yaşamaq, həyata keçirmək. Din budur. Yoxsa küllü miqdarda Qur'ana uyğun olmayan
və yaxud da Qur'anla yaxından, uzaqdan əlaqəsi olmayan hədislər, kitablar, müxtəlif yazılan şeylər, bunları oxusanız, endirilən dinin dalınca gitməzsiniz, uydurulan dinin dalınca gidersiniz və qula qul olarsınız. Qula qul olmamağınız üçün İyyəkə na'budu və İyyəkə nəstə'in. Biz yalnız Allah'a ibadət edir və yalnız Allah'tan kömək diləyirik. Sözü hər bir müsəlman namazda onu oxuyur 5 vaxt. 5 vaxt namazda oxuyan o sözə hörmət eləyin, o sözə əməl eləyin. Çünki nə qədər ki insan Qur'anla əməl eləmir, ağlını işlətmir, Allah Teala deyir, onların üzərinə bəla yağdıracağım, zulüm yağdıracağım onların üzərinə. Allah Teala ağlını işlətməyən heç bir insanı sevmir. Bir kimsə keçmiş, ölmüş bir adam elmi araşdırıbsa, o adam nə deyibsə, biz məcbur deyilik onun dalınca getməyə. Həmin adamın da təqsiri də, günahı da, səhvi də var. Mən demirəm, onları oxumayın. Ancaq onlar yorumlayıblar. Hər bir elm oxuyan insana hörmətim var. Hər bir elmin dalınca gedən insana hörmətim var. Bu o demək deyil ki, onlar nə deyibsə onu eləyin. Və ya mən nə deyirəmsə onu eləyin də demirəm. Sadəcə olaraq Qur'anla, onu yaşayaraq, həyata keçirərək, anlayaraq, zikirlə, beynimizə yerləşdirərək onunla yaşayaq. Çünki Yasin surəsi bütün külliyat, bütün müsəlmanların əksəriyyəti Yasini ölülərə oxuyur. 39-cu ayədə Yasin surəsində deyir ki, bu Qur'anı diri olanları xəbərdar etsin deyə göndərdim. Sonra 40-cı ayə, bu Qur'an, biz Muhammedə bu Qur'anı şeir kimi göndərmədik. Günümüzdə Qur'anı şeir fason, musiqi fason, abu hava, muğamla oxunan kitab hala gətiriblər. Ey müsəlman aləmi, ey müsəlmanlar, Allah'a yalvarın və Allah'tan kömək diləyin. Rabitəçiləri, o Əbu Ləhəbin etdiyi kimi bütləri Allah ilə arada qoyaraq Allah'a yaxınlıq etməyin. Rabitəçiləri, ustaları, müridləri, şeyxləri Allah ilə aranıza qoyduğunuz təqdirdə, elm insanları Allah ilə aranıza qoyduğunuz təqdirdə yoldan çıxarsınız. Mən demirəm elm insanları izləməyin, izləyin, ancaq hökmü Qur'andan alın. Elm insanların bütün əsərlərini oxuyun, hökm, qanun qaydalar, əməllər Qur'ana baxıb eləyin. Allah'ın yarattığı insanın sözlərinə baxıb onunla oturmayın. Kainatı yaradan, gözümüzlə gördüyümüz və görmədiyimiz hər bir şeyin sahibi olan Allah'ın dediğiyle yaşayaq. Ve aleykum ve selamu ve rahmetullahi ve berekatuhu. Sağ olun, var olun.